Bu yağışlar bizə Allahdan bir nemətdir, yoxsa bəla? Bu yağışlar bizə imtahandır, yoxsa bizim üçün ibrət almağımız üçün bir fürsətdir? Təbii ki, yağışların enməsi Allahın bizə olan ən böyük nemətlərindən olan bir nemətdir. Bəzən bu nemətlər bəlaya da çevirə bilər. İnsanlara sınaq göndərə bilir, bəzən bunu insanların ibrət alması üçün bir vasitə edə bilir, bəzən bunu insanlara həqiqi nemət olaraq göndərir, bəzən də bunu insanlara bəla olaraq göndərir. Uca Allah Quran-Kərimdə buyurur ki, Ya eyyuhən-nəsu ubudu rabbəkum. Ey insanlar, Rəbbinizə ibadət edin. Əlləzi xalaqakum. O Rəbbiniz ki, sizi yarattı. Vəllezine min qablikum. Sizdən öncəkiləri də yarattı. Ləalləkum təttəqun. Bəlkə Allahdan qorxarsınız. Əlləzi cəalləkumul ərdə firəşə. Hansı ki, o Rəbbiniz yeri sizin üçün döşəmə etdi. Vəs-səma'ə binəə. Və səmanı sizin üçün tavan etdi. Və ənzələ minəs-səma'i mə'ə. Və səmadan sizin üçün su endirdi. Fəəxrəcə bihi minəs-səmərat rizqən ləkum. Və yerdən sizə ruzi olaraq məhsullar çıxartdı. Fələ təc'alu lillahi əndədən və entum ta'lemun. Bunları bildiyiniz halda Rəbbinizə tay tutmayın, şərik tutmayın.